Turp haqqında nələr bilmirik? Ümumiyyətlə, turpu artıq demək olar ki, menüdən çıxartmışıq. Bu doğru deyil. Əslində, turp haqqında nələri bilmirik. İnsan bunun faydaları haqqında bilsə, səhərdən axşama kimi turp qəbul edər. Yaxın oturaq. Turp, bal və su. Bunları qarışdırıb macun hazırlayıb qəbul etdikdə, yeməkdən sonra mədə bağırsağı təmizləyir, həzmi gücləndirir, öskürəyi isə kəsir. Qırmızı turp tüyorkadan keçirib balla qarışdırıb bir gün saxlayın. Gün ərzində uşaqlarınıza verin yesin. Ən çox da oğlan uşaqlarına fayda verən bax bu mükəmməl qırmızı turp. Turpun şirəsi içildikdə damarları yumşaldır. Turpu tüyorkadan keçirib turp yarpaqları bal və sirkə su şərbəti ilə hazırlanıb içildikdə sidik şişəsindəki qumları tərtəmiz edir. Turpun toxumunu sirkədə məlhəm hazırlayıb dərinin üzərindəki olan irinliklərə və dəmirova sürtükdə müalicəsi mükəmməldir. Yemək yeyər zaman turp istifadə olunsa, həzmə güclü təsiri var. 10 qram turp toxumu və təmiz bal qarışdırıb axşam yatmaqdan qabaq qəbul edilərsə, cinsi zəifliyi aradan qaldırır, insana çox güclü enerji verir. Qaz, köp yaratmaqsına da o haqda düşünməyin, çalışın, mütləq qəbul edəsiniz. Bu dədə-baba reseptlərini menüdən çıxartmayın, istifadə edin ki, bax, sağlamlığınız öz əlinizdədir. Sağlam olun dostlar.